Axşamınız xeyir olsun. Şabranda səsli küylü məhkəmə prosesini sizlərin diqqətinizə çatdırıram. Abunə olun zəhmət olmasa. Şabran rayon məhkəməsində hakim Könül Mirzəfərovanın sədrliyi ilə iddiaçı Vüsalə Nadir qızı Balayevanın Şabran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəis əvəzi Asif Nəsibova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam edir. İddia işçinin qanunsuz olaraq işdən azad edilməsi ilə bağlıdır. Proses zamanı məhkəmə tərəfindən iş üzrə sənədlərin tədqiq aparılıb. Hakim cavabdeh tərəfə müraciət edərək soruşub ki, işçinin əvvəlcədən xəbərdar edilmədən intizam tənbihi, töhmət və ya digər tədbirlər tətbiq olunmadan birbaşa işdən azad edilməsi hansı hüquqi əsaslara söykənir? Cavabında rəis əvəzi Asif Nəsibov bildirib ki, məsələ həmkarların iclasında müzakirə olunub və müvafiq qərar qəbul edilib. Hakim bununla bağlı həmin iclasın rəsmi protokolunun təqdim olunmasını tələb edib. Lakin cavabdeh tərəf məhkəməyə belə bir sənəd təqdim edə bilməyib. İddiaçı Vüsalə Baleyeva məhkəmənin diqqətinə çatdırıb ki, qeyd olunan protokolun mövcudluğu şübhəlidir və işdən azad edilmənin qanunsuz olduğunu təsdiqləyən sübutlar artıq məhkəməyə təqdim olunub. Bundan əlavə hakim cavabdeh tərəfdən tabel sənədlərində olan imzaların sürətlərinin məhkəməyə təqdim edilməsini də tələb edib. Bildirək ki, Vüsalə Balayeva dezinfeksiya sanitar xidmətində 13 il çalışıb. O məhkəməyə təqdim etdiyi iddiasında yazır ki, əlində xəstəlik ilə bağlı işə çıxmadığı haqda arayış ola Asif Nəsibov tam qanunsuz olaraq onu işdən azad edib. Halbuki Vüsalə Balayeva xəstəlik ilə bağlı həkimdə olub, müvafiq rəsmiləşdirilmə aparılıb, ona bülletin açılıb. Vüsalə Balayeva bülletində ola işdən çıxarılmazdan əvvəl Asif Nəsibov ondan maaş kartını tələb edib. O qanunsuz tələbi yerinə yetirməkdən imtina etdikdən sonra təzyiqlərlə üzləşib. Vüsalə Balayeva məhkəməyə müraciət etməzdən əvvəl Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinə də müraciət etməklə rəis əvəzinin qanunsuz əməllərinin araşdırılmasını istəyib. İddiaçı bildirir ki, səhhətində ciddi problemlər yarandığı üçün həkimə müraciət edib. Həkim ona rəsmi xəstəlik vərəqi, yəni bülletin açıb. O da mərkəzə yazılı şəkildə izahat təqdim edib. Xəstə olduğumu yazdım, bülletinə çıxacağımı bildirdim. Asif müəllim izahatı qəbul etdi. Amma bülletinlə evdə olduğum gün məni işdən çıxarıb. Həkimə də irad bildirib ki, niyə mənə bülletin açıb. Daha sonra rəhbərlik sistemdən bülletin məlumatlarını silib. İş üzrə növbəti məhkəmə iclası 3 mart 2026-cı il tarixinə təyin olunub.